Valla mən də Xəzəri ağıllı başlı bir mərifətli biri bilirdim. Ay qız özünə elə aparır da. Mən gözləməzdim valla. Mən gözləyərdim amma Güllü. Mən ona biraz üz vermədim, getdi o dəqiqə başqa qızla danışdı. Başqa qız deyəndə ki, yəni də şirin sözə aldandı. Amma sən də bir cürsən də. Elə eləyirsən o oğlan heç gəlməmiş qaçır. Ay qız oğlan da qaçmağa meyilliymiş də mən neyniyim? Ürəyi o qədər genişdi ki, maşallah. Əsəbləşmə görək. Aa, mesaj yazıb. Baxın, nə yazıb? Hə? Xanım, maşallah, Xanım, maşallah, söhbətiniz o qədər şirindir ki. Yəqin özünüz də belə şirin olursunuz. Düşür deyə bu. Nə səviyyəsiz oğlan imiş ay qız bu. Özünü dartır, özünü elə belə yaxşı göstərir ki. Əsəbləşmə amma doğrudan, yəni... Deyən indi. Hara geyərsən? Necəsən Nazlı, nə var, nə yox? Sənə var ki, necəyəm? Nə oldu, niyə belə gərginsən? Buna artıq nə olmalıdır ki? Heç nə Xəzər, işdə biraz gərginəm. Ona görə də səndən də kobud danışdım, üzürlü say. Eybi yox, canın sağ olsun. Onsuz da öyrəşmişəm də sənin bu halına. Alan şeydir. Ona bax, gözün telefondan çəkmir. Yəqin hozu kimi danışmışsan, ona görə belə eləyir də. Nə bilim. Ay Güllü, yox heç, onun məndən xoş zadı gəlmirdi. Mən də elə sənin kimi öz-özümü aldatdım. Nəsə yadımızdan çıxardaq, gəl.